Hürmetli dostlar, hürmetli kardeşler, bacılar, ben Türkiye resmi ziyaretimi sona çatdırıram. Olabilir bir saatten sonra artık ben Türkiye'ni terk edim. 4 gündür ki ben Türkiye'deyim. Türkiye'nin prezidenti hürmetli Süleyman Demirel'in davetiyle ben 3 yıl fasileden sonra Türkiye'ye resmi sefere gelmişim. Bu müddette şüphesiz ki Türkiye'nin hükümet devlet başçılarıyla, iş adamlarıyla, nazirleriyle çok sayılı görüşlerimiz olubdur. Azerbaycan'da da, Türkiye'de de ve başka ülkelerde de beynəlxalq təşkilatların toplantılarında. Ancak ben ilk defa 94. yılın fevral, Şubat ayında Azerbaycan'ın prezidenti olarak Türkiye resmi sefere gelmiştim. Bu ikinci resmi seferdir. Ben demek istedim ki bu resmi ziyaret bizim için çok uğurlu olubdur. Ve artık bu seferi başa çatdırarken ben ve benimle beraber Türkiye'de bu günlerde olan Azerbaycan nümayəndə heyətinin üzvləri hamımız çok memnun olduğumuzu bildirmek isteyirik. Ve seferi sona çatdırarken Türkiye'nin prezidenti hürmetli Cenab Süleyman Demirel'e bu resmi davete göre, bize burada gösterilen konakperverliğe göre, bize gösterilen dost kardeş münasibetine göre, bizden aparılan çok səmərəli işlere göre, elde olunan neticelere göre ve imzalanmış senetlere göre teşekkürümü bildirirəm, minnettarlığımı bildirirəm. Bizim bu seferimizin en büyük əhəmiyyəti ondan ibarətdir ki, Türkiye-Azerbaycan əlaqələrinin bütün sahada derinleşmesi ve inkişaf etmesi hakkında hem danışıklar apardık, hem de bunu temin eden normatif hüquqi senet olarak büyük bir mükavele anlaşma imzaladık. Bu anlaşma, bu mükavele Türkiye-Azerbaycan strateji emektaşlığının, işbirliğinin derinleşmesi hakkında olan anlaşmadır. Şimdiye kadar Türkiye ile Azerbaycan arasında çok mukavileler, anlaşmalar, sazişler, senetler imzalanıbdır. Onların hamısı əhəmiyyətlidir. Onlar bizim bütün sahalarda əməkdaşlığımızın hüquqi normatif əsaslarını təşkil edir. Biz bugün həmin bütün o müqavilələrin hamısına, o anlaşmaların hamısına sadiq olduğumuzu bildiririk və mən bir prezident kimi bəyan edirəm ki, onların hamısı ardıcıl surətdə həyata keçiriləcəkdir. Ancak onlarla beraber bu yeni anlaşma Türkiye-Azerbaycan əməkdaşlığının, strateji əməkdaşlığının derinleşmesi, bu bizim əlaqələrimizi keyfiyyətcə çok yükseklere kaldırır ve hem Türkiye'nin hem Azerbaycan'ın üzerine yeni vazifeler ve aynı zamanda çok büyük məsuliyyət koyur. Ben eminim ki Türkiye-Azerbaycan dostluğu son illərdə böyük sınaqlardan geçerek indi artık eğilmez bir kayadır ve bundan sonra da bu dostluk inkişaf edecektir ve imzaladığımız senedi de
yəni müqaviləni də biz müvəffəqiyyətlə, uğurla həyata keçirəcəyik. Bu anlaşma ilə əlaqədar bir neçə başqa anlaşmalar da imzalanıbdır. Onlar Türkiyə-Azərbaycan əlaqələrinin həm iqtisadi, həm mədəni, həm başqa əlaqələrin daha da inkişaf etməsinə yönəldilibdir. Onların hamısı, bir daha qeyd edirəm, çox böyük əhəmiyyət kəsb edir. Burada olan danışıqlarımız, görüşlərimiz həm dövlətlər arası əlaqələri daha da yüksəklərə qaldırıbdır. Eyni zamanda xalqlarımızın, millətlərimizin, ölkələrimizin bütün sahələrdə daha da yaxınlaşması üçün yeni bir mərhələ olubdur. Burada götürülən görüşlərimizdə, həm rəsmi danışıqlarımızda, eyni zamanda Türkiyənin Böyük Millət Məclisində bizim görüşümüz və mənim Millət Məclisinə xitabım İzmirdə 9 Eylül Universitetində, bu günləri İstanbulda Fatih Universitetində başqa görüşlər zamanı, o cümlədən burada bugün bir daha biz dərk edirik ki, Türkiyə-Azərbaycan dostluğu nə qədər hər iki xalq üçün önəmlidir, lazımlıdır. Eyni zamanda nə qədər möhkəmdir, güclüdür və bu dostluğun, bu qardaşlığın xalqlarımız üçün nə qədər böyük faydası var, nə qədər böyük gələcəyi var. Biz burada siyasi məsələlər barəsində çox danışıqlar apardıq. Ürəyimizdə, qəlbimizdə olan sözlərin hamısını səmimi olaraq, dost olaraq, qardaş olaraq biz burada dedik. Siyasi məsələlər haqqında iki kəlmə əgər yenə də demək istəsəm, ondan ibarətdir ki, Türkiyə Azərbaycan üçün ən yaxın, ən dost ölkədir. Türkiyə ilə Azərbaycan əlaqələri Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Və hesab edirik ki, Türkiyə üçün də bu belə olmalıdır. Hər bir dövlət, müstəqil dövlət, dünya birliyinə daxil olan dövlət, dünyanın bütün dövlətləri ilə normal, yaxın, dost əlaqələri, qarşılıqlı faydalı əlaqələri qurur və quracaqdır. Bu, hər bir dövlət üçün lazımdır. Türkiyə böyük tarixə malik olan bir dövlətdir və Türkiyənin keçmiş əsrlərdəki əgər dünya miqyasındakı əlaqələrinə də nəzər salsaq, Türkiyənin Cumhuriyyət tarixi zamanı da əlaqələrini nəzərə salsaq, bugün də əlaqələrini nəzərə salsaq, Türkiyə demək olar ki, dünyanın bütün dövlətləri ilə diplomatik əlaqələri var, çox müqavilələri var, çox iqtisadi əlaqələr var, başqa sahələrdə əlaqələri var. Azərbaycan bir müstəqil dövlət kimi gəncdir. Bizim şübhəsiz ki, dünyanın dövlətlərinin əksəriyyəti ilə diplomatik əlaqələrimiz var. Ancaq hələ biz gəncik və bizim 20 ölkədə səfirliyimiz var. Ancaq Türkiyənin 120 ölkədə səfirliyi var. Yaxud bizdə də, Azərbaycanda da təxminən 20 ölkənin səfirliyi var. Yəni, səfirliyi daimi bizdə səfirliyi olan. Məsələn, Ankara'da 25 ölkənin səfiri, Türkiyədəki səfiri, eyni zamanda öz ölkəsinin Azərbaycanda səfiridir. Bu, belə bir praktikada, yəni təcrübədə var. Ancaq bizim ölkəmizdə mövcud olan, yəni bizim ölkəmizdə öz səfirliyi fəaliyyət göstərən 20 səfirlik var və bizimki də təxminən bir elə başqa ölkələrdədir. Ona görə də biz hələ gəncik, biz əlaqələri qururuq, quracağıq
ve sülhsever devlet olarak ülkemizi inkişaf ettirmeye çalışarak şüphesiz ki bir çok ülkelerle daha da sık əlaqələr qurmaq istəyirik. Ancak ne kadar da bizim bu əlaqələrimiz genişlənsə de, ne kadar da ayrı-ayrı ülkelerle bu əlaqələrimiz dərinləşsə de, Türkiye ile Azerbaycan arasında olan əlaqələri heç bir başka əlaqələrə benzemir ve benzemeyecektir. Yani bunlar xüsusi karakter daşıyır, xüsusi əhəmiyyət kəsb edir. Buna göre de bizim buradaki bu 4 gün müddetinde olan danışıklarımız bu çerçevede gelir. Bu çerçevede bu danışıkları apararak biz dostçasına, kardeşçasına bir neçə Azerbaycan'ı rahatsız eden meseleler hakkında danıştık ve xüsusən Ermənistanın Azerbaycan'a ettiği hərbi tecavüz ve bu hərbi tecavüzden Azerbaycan'ın xilas olması meselesi. Bunu çok geniş danıştık ve şüphesiz ki bu meselelerde biz həmişə eyni fikirdəyik, hemfikirik Türkiye ile Azerbaycan. Sadece bu meselelerin hallolunması için biz Türkiye'den daha da ciddi adımlar atılmasını gözlüyoruz. Ama Türkiye 1988 yıldan Ermənistan Azerbaycan'a tecavüz eden zamandan Türkiye daimi Azerbaycan'ın yanındadır. Azerbaycan'ın kaygılarıyla yaşayır, Azerbaycan'ın dertleriyle yaşayır ve Ermənistan'ın tecavüzünü özüne, öz ülkesine eden tecavüz kimi kabul edir ve Azerbaycan'a her türlü bu meselelerin hallolunması yolunda yardımlar edir ve Azerbaycan'la emekdaşlık edir. Bu çok bizim için büyük ehemmiyet kəsb edir. Bu bizim için büyük dayaktır. Ama aynı zamanda biz hele ki Ermənistan tecavüzünden xilas olabilmemişik. Doğrudur, 3 yıldır ki indi savaş yoktur, dövüş yoktur, kan tökülmür. Ancak böyük sülh de yoktur, barış da yoktur. 3 yıl bundan önce biz ateşkes hakkında sazış imzalamışık ve 3 yıldır ki biz buna riayet edirik ve riayet edirik böyük sazışın, böyük sülhün elde olunması namine riayet edirik ki biz sülh yoluyla işgal olmuş torpaqlarımızı azad edək ve Azerbaycan'ın torpaq bütövlüğünü təmin edək, işgal olmuş torpaqlardan didərgin düşmüş, zorla çıxartılmış Azerbaycan vətəndaşlarını öz yerlerine qaydaq. Bilirsiniz ki, Azerbaycan'ın torpaqlarının 20%'i Ermənistan silahlı qüvvələri tərəfindən işgal olunub və indi işgal altındadır. Bu torpaqlarda Ermənistanın silahlı qüvvələri yerləşir. Dağlıq Qarabağ demiyorlar ki, çoktandır Azerbaycan'ın tabeliğinden çıkıp ve Dağlıq Qarabağ'da olan Azerbaycanlılar çoktandır qovulubdur. Ancak Dağlıq Qarabağ'ın etrafında da Dağlıq Qarabağ'dan başka 7 rayon biz deyirik bölge yahut ilçe sizin sözünden desək Ermənistan silahlı qüvvələrindən tərəfindən işgal olunubdur ve bütün bu işgal olmuş yerlerden 1 milyondan artıq Azerbaycan vətəndaşı didərgin düşüb. Onlar əksəriyyəti çadırlarda yaşayır. Çadırlarda yaşamayan da 3-4 aile bir küçük bir otaqda yaşayırlar. Elə otaqda ki onun yaşamak için, normal yaşamak için şəraiti yoktur. Belə bir şəraitdə ola bilər insan 1 ay yaşasın, 2 ay yaşasın, dönsün ki bir neçə aydan sonra bu şəraitdən xilas olacaktır. Ama daimi belə yaşama olmaz. İndi belə görsənir ki bu çadırlarda yaşayan insanların ömrünün böyük bir hissəsi çadırda geçir. Çadırda insan yaşayır ama hayat devam edir. Çadırda insan doğulur, çocuk meydana gelir. Çadırda insan kaybolur, telef olur, ölür gelir. Çadırda insanlar bütün hayatın taleplerini hayata geçirmeye çalışırlar ama çadırda bunları ne cür etmiyorlar, ne şerait etmiyorlar. Maddi çətinliklər var, bunların əksəriyyəti işsizdir. Ona göre de biz sülh yoluyla meseleleri həll etmək istəyirik və bilirsiniz ki, sülh yoluyla həll etməsi üçün də geçen il dekabr ayında, Aralık ayında ATƏT-in zirve görüşünde çok əhəmiyyətli bir nailiyyət əldə olunubdur. ATƏT-in Lissabon zirve görüşünde Ermənistan-Azerbaycan konfliktinin sülh yoluyla həll olunması prinsipləri təsdiq olunubdur. Bu prinsiplər
Ermənistanın, Azərbaycanın ərazi bütövlüyünün tanınması, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa yüksək dərəcəli avtonomiya hüququ verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin, erməni və Azərbaycan əhalisinin güvənliyinin, təhlükəsizliyinin təmin olunması. Bu prinsipləri biz qəbul etmişik. ATƏT-in 54 üzvündən devlət başçıları iştirak edirdi o görüşdə. 53'ü qəbul edib, Ermənistan qəbul etməyibdir. Ermənistan bəzi başqa ölkələrin dəstəyindən istifadə edərək, onların maddi yardımından istifadə edərək, xarici ölkələrdə olan diasporalarının onlara göstərdiyi maddi yardımdan və dəstəklərdən istifadə edərək, özlərini çox qudurqan aparırlar, özlərini çox azğın aparırlar və heç bir beynəlxalq hüquq normalarına, insan hüquq normalarına riayət etmək istəmirlər. Ona görə də 54 devlət başçısı toplaşan yerdə bir Ermənistan buna müxalif çıxdı, Ermənistan bunun əleyhinə çıxdı. Amma buna baxmayaraq bu qərar da qəbul olundu. İndi biz bu qərarın həyata keçirilməsi üçün çalışırıq. Bunun üçün də ATƏT-in Minsk qrupunun 3 indi başçısı təyin olunubdur, başkanı təyin olunubdur. Onlar Rusiyadır, Amerikadır, bir də Fransadır. Onların fəaliyyətinə biz mütbəsliyirik və Türkiyə Cumhuriyyətinin bundan sonra daha da çox fəaliyyət göstərməsinə mütbəsliyirik. Mən qeyd etdiyim kimi Türkiyə daimi bizlə bu barədə əməkdaşlıq edir və öz xidmətlərini göstərir. Ancaq bugün də, bundan sonra da bu məsələ həll olunana qədər biz şübhəsiz ki, Türkiyənin yardımına, köməyinə möhtacıq və Türkiyədə şübhəsiz bunu edir və edəcək və ümidvaram ki, biz bundan sonra da bu əməkdaşlığı edəcək. Belə olan şəkildə şübhəsiz ki, Ermənistan-Türkiyə münasibətləri də sizin üçün də, bizim üçün də çox mühüm bir xarakter daşıyır. Bu vəziyyəti gərginləşdirən və ağırlaşdıran cəhət bir də ondan ibarətdir ki, son 2 ay müddətində Rusiyada aşkar olubdur ki, 3 il ateşkəs devrində Rusiya Ermənistana gizli olaraq qeyri-qanuni çoxsaylı silahlar veribdir. Rusiyanın öz devlət orqanlarının verdiyi məlumata görə 1 milyard dollar dəyərində Rusiya Ermənistana silahlar verib və onların içərisində ağır silahlar, müasir tanklar, toplar, raketlər və başqa dağıdıcı silahlar var. Məsələ o Kiprə Rusiya satdığı silahlardan, raketlərdən Ermənistana da verilibdir. Başqa çox dağıdıcı silahlar verilibdir. Hətta son vaxtlar biz məlumat aldıq ki, kimyəvi silahlar da böyük bir kompleks, 10 kompleks kimyəvi silahlar verilibdir. Kimyəvi silahdan müdafiə paltarları da bir 5000 ədəd Ermənistana verilibdir. Bunlar çox böyük narahatçılıq doğurur. Çünki əgər Ermənistana bu qədər silah verilirsə, demək silah böyle bir şey değil ki, ne bu yiyecektir, ne giyecektir, ne de silah ki bir istihsal için lazımdır. Silah ancak dava için lazımdır. Silah için muharebe için lazımdır. Savaş için lazımdır. Demek kimse yine de savaş etmek istiyor. Ama bu kadar silah bir tek Azerbaycan'ı dağıtmak için değil. Çünkü Azerbaycan'ı dağıtmak için onda biri de bezdir. Düşünmek lazımdır. Ne için? Ve Türkiye ictimai rəyi, Türkiye'nin halkı düşünmelidir ki, Türkiye'nin kulağının dibinde Ermenistan'da Rusiyanın büyük əskəri bazası yerləşibdir. Hərbi hissələri, əskəri hissələri yerləşibdir. Əskərləri yerləşibdir. Və onlara devletler arası anlaşma əsasında və iki parlamentin, Rusiya parlamentinin, Ermənistan parlamentinin ratifikasiya etdiyi anlaşma əsasında demək hüquq verilibdir ki, onlar orada daimi yerləşsinlər. Bu nə üçündür? Nədən ötürüdür?
Ben mesela buna etirazımı bildirmişim. Hatta Rusya'nın prezidentine de, Rusya'nın devlet başçılarına da resmi olarak bildirmişim ki biz Ermenistan'da Rusya'nın askeri bazasının yerleşmesine itiraz edirik. Gürcistan'da da yerleşmesine itiraz edirik. Çünkü bunlar bizim komşu ülkelerimizdir. Biz Rusya'nın Ermenistan'da askeri bazasının yerleşmesinin hiçbir manası olmadığını deyirik. Yani eğer doğrudan da Rusya burada südsever siyaset aparırsa, Ermenistan bu işgalçılık siyasetinden el çekirse ne lazımdır? O askeri bazaların orada yerleştirilmesi. Bunlar yeni bu faktörlerdi bunlar. Bu hususen çok sayılı silahların verilmesi. Bunlar şüphesiz ki bizde çok büyük narahatçılık hissi doğru, rahatsızlık hissi doğru. Ve bu meseleler barəsində də biz hem Türkiye'nin devlet hükümet başçılarına öz bilgilerimizi, fikirlerimizi çatdırmışıq. Hem de ki ben bütün her yerde demişim, bugün size de deyirəm. Türkiye, biz deyirik ki Türkiye'de her bir adam, her bir bizim Türk kardeşimiz bilsin Azerbaycan'ın vəziyyətini, Kafkaz'ın vəziyyətini ve Türkiye'nin etrafında olan vəziyyəti. Siz burada çok yaxşı yaşayırsınız, biz de buna sevinirik. İqtisadiyyatınız da yaxşı inkişaf edir, bu da çok güzel. Siz iş adamlarısınız, sizin de işiniz de var. İşinizi daha da genişlendirmek istiyorsunuz, bu da çok güzel. Varlığınız, malınız da var. Çoxlarınız da çok zenginsiniz. Allah hayırlı eləsin. Bu da çok güzel. Allah bundan da artıq eləsin. Bundan da çok eləsin. Bu da çok güzel. Ama eğer sülh olmasa, eminamanlık olmasa, rahatlık olmasa bunların hiçbiri hiç kese lazım değil. Çünkü bunlar hiç kese hiçbir kömək etmeyecektir. Ona yerden biz isteyirik ki bunların Türkiye'de bilsinler. Siz de bilesiniz. Başkaları da bilsin.